Cümlələrdə istifadə olunan bəzi sözlər burada, orada, oradan və s. Bunları bilirsən, bəlkə də bilmirsən, sənin üçün yenilik olacaq. Ona görə videonu sona kimi izlə. Keçid etmədən öncə bir xahişim olacaq. Səhifəyə abunə ol, videonu like et ki, hər yeni videolardan sən də xəbərdar olasan və faydalanasan. Bundan əlavə, pulsuz rus dilindən faydalanmaq istəyirsənsə, o zaman hər gün səhər 8:30, axşam 23:00 Bakı saatı ilə səni canlı yayımda gözləyirəm. Nömrə də, daha doğrusu məlumat ekrandadır. Здесь, burada, там, orada, далеко, uzaq, рядом, yaxın, за, позади, arxasında, между, arasında, iki əşyanın, iki yerin arasında, внутри, içərisində, снаружи, çölündə, nад, nəyinsə üstündə. Gündəlik həyatımızda lazım olur. Cümlələr arasında istifadə edirik. Düzdür? Və hansı cümlələr öyrənmək lazımdır ki, rus dilində B2 səviyyəsində danışasınız, belə deyim də. Bunu düşünürsünüzsə və yaxud məsələn, mən tez bir zamanda rus dilində danışmaq istəyirəm. Vaxtım yoxdur, ayrıca vaxt ayırım, dil öyrənim, amma yenə də mənə lazımdır. Neyniyə bilərəm? Çıxış yolunuz, deyim də, bu kitabdır, danışıq kitabım. Bu kitabın içərisində 3000-dən artıq cümlələr var. Elə bu cümləni öyrənməyiniz kifayət edir ki, sərbəst, əminliklə deyə biləsiniz ki, mən rus dilində B2 səviyyəsində danışıram. Hərfləri bilməsəz belə, məsələn, hərfi bilmirəm, normaldır. Yəni, bilmək məcburiyyətində deyilsiniz. Onu nəzərə alaraq, hər bir cümlənin qarşısında transkripsiya var. Və o transkripsiyanın içərisində olan sözlər də Azərbaycan hərfləri iləndir. Ki, siz başa düşəsiniz ki, rus hərfləri ilə məsələn, bax, burada nə yazılıb? Transkripsiyadan artıq görürsünüz. Və əlbəttə ki, hər bir sözün, hər bir cümlənin qarşısında tərcüməsi var. Ona görə mütləq əldə edin və əmin olun ki, bu kitabı əldə edəndən sonra necə gözəl kitabdır, nə yaxşı ki, videonuz qarşıma çıxdı, nə yaxşı ki, bunu əldə etdim, ancaq bu sözü deyəcəksiniz. Əldə etmək üçün də səhifədə görürsünüz, qara şriftlə üstünə basırsınız, keçid edirsiniz WhatsApp-a və yaxud direktdə yazın və yenə də əldə edin. İstər çap variantında, istər PDF variantında, hər iki variantda da rahatlıqla əldə edə bilərsiniz.